Atalar da övladlarını sevir, amma atanın sevgisinin bir qədər təfəkkürə ehtiyacı var. Çünki bir qədər gizlidir, şəffaf deyil. Ata sevgisi onun böyüklüyünün arxasında gizlənib. Ata rahat ifadə eləyə bilmir axı mən. Eləyirəm o hətta ana qədər eləmir. Ona görə fikir verin, Quranın ən mühüm eşq dastanları ata-oğul dastanlarıdır. Allah məhəbbətinin yer üzündə ən yaxşı ifadəçisi, güzgüsü atanın övladına olan məhəbbətdir. Allahın məhəbbəti ata məhəbbətinə oxşayır. Odur ki, ata məhəbbəti əsərlərdə çox qabarmalıdır. Niyə, nədə oxşayır? Biraz böyüklüyün arxasında gizlənib, şəffaf deyil, amma çox şiddətlidir. Atanın övlada məhəbbəti, ana hey deyir deyə şəffaflaşır məsələ. Ananın məhəbbətinin bir o qədər sübuta ehtiyacı yoxdur. Ata ürəyində sevir. Ata əmr eləyir, qadağan eləyir, atanın böyüklüyü